Bu gün Amerika Birləşmiş Ştatları və İran nümayəndə heyətləri Omanda bir araya gəlir. Əslində görüş yeri Türkiyə olmalıydı. Bununla bağlı bir qədər sonra məlumat verəcəm. Ümidlər nəyədir? Amerika və İran arasında deməli danışıqlar müsbət yöndə davam edərsə, başlayarsa, start götürərsə, bunun nə qədər davam edəcəyini bilmirik hələ. Bəlkə elə ilk görüşdən hər şey pozuldu, yenə başlamadan bitdi və silahlar işə düşdü. Artıq burada belə bir məsələ var. Deməli, Amerika Birləşmiş Ştatlarının İrandakı səfirliyi virtual səfirliyi deyə, çünki fiziki olaraq orada fəaliyyət göstərmir artıq bir müddətdir. Deməli, vətəndaşlarını, yəni Amerika vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırıb. Artıq bu bir siqnaldır və ya psixoloji təsir vasitəsidir. Danışıqlar fonunda, danışıqların başladığı gün artıq belə bir Tehrana təzyiq göstərmə metodu da ola bilər. Qeyd olunur ki, deməli, vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə ərazisindən keçmələri nəzərdən keçirilsin, deyilir, tövsiyə olunur. Səfəriniz üçün Amerika hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın. Yəni, bizdən əlinizi özünüz baxın, hansı vasitələrdən çarəsinə baxın kimi. Və deyilir ki, deməli, İranda Amerika Birləşmiş Ştatları vətəndaşları saxlanıla bilər. Saxlanıla bilər. Bu səbəbdən, deməli, Amerika vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və Amerika pasportunun nümayişi və ya Amerika ilə əlaqələrin olması belə həbs üçün əsas ola bilər. Bəli. Trump isə deyir ki, deməli, İran istəmir biz onları vuraq və bu baxımdan da, deməli, biz bugün danışıqlara gedirik. Baxaq, nə baş verir? İranlılar bizim onları vurmağımızı istəmirlər. Bizim ora doğru yönələn gəmilərimiz var. Amma yəni bunu da yenə də söz arasında qeyd edir. Bəli. Qarşılıqlı təzyiqlər var idi, Nəriman. Ötən gün o Süleymanla da biz müzakirə elədik. Şahid PUA-sının, İranın Şahid 139-u F-35 ilə vurmuşdu Amerika Birləşmiş Ştatları. O kəşfiyyat uçuşu aparan yerdə. Sonra bir katerləri, İranın hərbi kateri Amerika Birləşmiş Ştatlarının ticarət gəmisini belə deyək, təhdid edirdi. Sonra Amerikanın hərbi gəmiləri gələndən sonra onlara hadisə yerindən uzaqlaşırlar. Hamı da şərh edir ki, bu məsələləri bir çox həm yerli, həm xarici siyasi şərhçilər bunu belə deyərlər ki, İran hiss edir ki, Amerika Birləşmiş Ştatları onlara əslində çox da hücum eləmək niyyətində deyil və bundan biraz da təzyiq vasitəsi kimi istifadə edirlər ki, yəni biz geri addım atmırıq, əksinə biz öndə onlara təzyiq edirik. Yəni, indi məsəl üçün sən nəyə görə yadıma düşdü? Sənin bu danışıqların başladığı gün vətəndaşlarına çağırış eləməyi görünür ki, qarşılıqlı bir şahmat gedir ki, görək burada kim daha çox təzyiq eləmiş olacaq. Həm quru yolla, həm quru ərazilərdəki deməli hərbi bazalarından, həm də deməli dəniz vasitəsilə, Oman körfəzi vasitəsilə ki, söz yox, Hörmüz boğazından hələ keçməsinə təbii ki, İran da imkan verməz, amma o Oman körfəzində deməli Amerikanın donanması yerləşib artıq oradadır və bütün o təzyiqlərdən, rıçaqlardan belə deyə istifadə edir, hansısa formada masada qalib ayrıla bilməsi üçün, istədiklərini etdirə bilməsi üçün. Nəyi istəyir Amerika Birləşmiş Ştatları? Bir neçə məsələ var burada təbii ki. Əsas məsələ uranın zənginləşdirilməsinin dayandırılmasıdır. Bununla maraqlı bəndlər var, qeyd edəcəm onu. Digər məsələ İranın ballistik raket imkanlarının məhdudlaşdırılmasıdır. Amma Tehran nə istəyir? Tehran deməli parlamentin nümayəndəsi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının, yəni birbaşa aidiyyatı komissiyanın deməli mətbuat katibi İbrahim Rezaidən belə bir açıqlama gəldi. İranın raket proqramı və uran zənginləşdirmə fəaliyyətləri danışıqlar mövzusu deyil, ola bilməz. Belə bir açıqlama təkrar gəlir Tehrandan. İranın qırmızı xəttləri dəyişməyib və əgər Amerika danışıqlara əvvəlki kimi qatılmaq və sıfır zənginləşdirmə kimi tələblər irəli sürərlərsə, Oman danışığından da bir şey əldə edə bilməyəcək açıqlamasını verib. Deməli, İran tərəfi israrla bildirir ki, danışıqların mövzusu yalnız nüvə məsələləri ilə məhdudlaşa bilər. Bu mövqe təsadüfi deyil təbii ki, Tehran üçün nüvə proqramı həm texniki, həm də siyasi baxımdan ən həssas sahədir və İran rəhbərliyi bu mövzunu digər sənədlərlə paket halında müzakirə çıxartmaq istəmir və bunun yanlış bir president yarada biləcəyindən ehtiyatlanır Tehran. Amma Amerikanın təbii ki, bu məsələdə yanaşması kökündən fərqlənir. Vaşinqton hesab edir ki, İranla 2015-ci il razılaşması çərçivəsində formalaşdırılmış gündəm yalnız nüvə ilə məhdudlaşmamalıdır. Biz onların deməli, ballistik raket imkanları da məhdudlaşdırmalıyıq. Yəməndə, İraqda, Suriyada dəstək verdiyi qüvvələrə deməli əlini qolunu da bağlamalıyıq, kəsməliyik. Bütün o əlaqələri bir çox məsələlər var bunun ətrafında. Deməli birinci əsas məsələ təbii ki, yenə deyirəm, uranın zənginləşdirilməsi məsələdir. Burada maraqlı rəqəmlər var dostlar. Deməli təklif olunur ki, hazırda İrana təklif olunan paketi bu 2015 və s. məsələlər deyil. 3 il ərzində İran uranın zənginləşdirilməsini tam dayandırmalıdır və sonraki mərhələdə 1,5% həddində saxlamalıdır. Və zənginləşdirdiyi uran ehtiyatını 3-cü ölkəyə təhvil verməlidir. Özündə saxlamamalıdır.
deməli, müqayisə üçün bir məqamı qeyd edeyim. Beynəlxalq, deməli, agentlik, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatında nə göstərilir? İran hazırda 60%-ədək zənginləşdirilmiş uran ehtiyatına malikdir. Və bunun 1,5% həddinə salınmasını istəyirlər, təsəvvür edin. 60%-dən 1,5-ə. Və 60%-lik göstərəcək. Texniki baxımdan nüvə silahı üçün lazım olan 90%lik hətta cəmi bir neçə həftəlik məsafədədir. Yəni 60%-ə çatdırmısansa bunu, artıq 90%-ə çatdırmaq böyük bir vaxt tələb eləmir. Çox qısa. Bəlkə elə bu söhbətlər də biraz da buna görə. Trump deməli iyun döyüşlərində, iyun deməli hadisələrində deyirdi, onların çox az bir zamanı qalmışdı artıq uranı tam zənginləşdirmə və İran deməli uran silahı əldə etməyə, nüvə silahı əldə etməyə. Həmin məsələlər deyirdi yayda da. Deməli Tehran bu günə qədər 5000 kiloqramdan artıq zənginləşdirilmiş uran toplayıb. Bunun da təxminən 120 kiloqramı 60% səviyyəsindədir. Və Vaşinqtonun dərdi də budur. Və yenə o prosesə İran davam eləyir ki, bu məsələlər də hələ də mövqeyində qətidir. Deyir, biz nüvə silahı əldə etmək fikrimiz yoxdur, dinci məqsədlərdən istəyirik, amma Vaşinqton da təbii ki, özünün tələblərini bu formada irəli sürür. İkinci blok, deməli, balistik raket proqramına aiddir təbii ki. Deməli, İran yaxın şərqdə ən geniş raket arsenalına sahib ölkədir. Müxtəlif mənbələrin məlumatlarında hətta deyilir ki, İranın 3000-dən çox balistik raketi var və onların bir qisminin uçuş məsafəsi 2000 kilometrdən artıqdır. Bu məqamları, bu 2000 kilometr nəyə görə hesablanır da olsa, daha çox vurğulanır, üzərində dayanılır. İsraillə olan məsafə baxımından ki, yəni İsraili rahat formada vura bilir məsələsi burada yer alır. Və deyir ki, bu raketlər təkcə İsraili deyil, Avropanın cənub-şərqini də əhatə edə bilər. Təklif olunan razılaşma isə bu arsenalın istifadəsində və inkişafına ciddi məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Hətta deməli, yenə də 12 günlük iyun döyüşləri zamanı İsrailə atdığı balistik raketlər, deməli, başladılar müharibənin qarşı tərəfin dayanmasına səbəb olmuşdu deyilirdi. Yəni, İranın balistik raket arsenalının geniş olması buna səbəb olmuşdu deyilirdi. Digər tərəfdən o dediyimiz Livanda Hizbullahı, Yəməndə Husiləri, İraqda Şiə silahlı qruplarının, Suriyadakı müxtəlif qüvvələri maliyyələşdirdiyi açıqlamaları var. Bu formada iddialar var. Hətta Tehran bu şəbəkələrə ildə 1,5-2 milyard dollar vəsait ayırır. İddialar da səsləndirilir ki, deməli, Vaşinqton bu imkanları da məhdudlaşdırmaq istəyir və digər məsələ Tehranla Vaşinqton arasında mümkün hücum etməmək razılaşmasıdır ki, Tehran da belə deyim, əzəli, ən azından son 45 ildəki düşməninə qarşı belə bir razılaşmaya da getmək istəmir. Əvəzində İrandan nə təklif olunur, İran nə əldə edəcək bu razılaşmalara getsə? Deməli, ilk növbədə sanksiyaların mərhələli şəkildə yumşaldılmasından gedir söhbət. Deməli, rəsmi statistikada nə deyilir? İnflyasiya hazırda 40%-dən yuxarıdır. Real son 10 ildə dəyərinin təxminən 80%-ni itirib. Neft ixracı ilə bağlı sanksiyalar, məlum məsələdə onlar var. Deməli, sanksiyaların aradan qaldırılması Tehrana ildə əlavə 50-70 milyard dollar gəlir gətirə bilər. Təbii ki, bu məsələlərdən, bu məqamlardan şirinçləşdirməyə çalışırlar Tehranı, amma Tehran da dediyin üzərində dayanıb, baxaq bundan sonra nə baş verəcək. Amma Oman danışıqları ilə bağlı deməli John Boltonun bir açıqlaması var dostlar. Qeyd edir ki, John Bolton kimi də keçmiş deməli Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, tanınmış diplomat, siyasətçi də Cənubi Qafqazda da olub bir neçə dəfə. Deməli deyir, Oman danışıqları vaxt etkisindən başqa bir şey deyil. Və deməli İranla Amerika arasında bu mövzuda heç bir razılaşma ola bilməz. Donald Trumpın nə etdiyini, nə planlaşdırdığını bilmirəm deyir, amma yəni bu görüşün yeri hara olur olsun fərqi yoxdur, heç bir fayda əlində olması deyil. İstəyir Omanda görüşsünlər, istəyir Türkiyədə, istəyir Ayda görüşsünlər. Hər hansı deməli nəticə əldə edə bilməyəcəyik. Bu vaxt etkisinə bərabər də deyilir. Hər halda haqlı olub olmadığını biz növbəti həftə biləcəyik artıq. Artıq görüşdən sonra. Yəni, ehtimal var ki, bilək. Amerikanın Maliyyə Naziri də deməli Vaşinqtonun İran iqtisadiyyatını necə çöktürdüyünü açıqlayıb. Dekabrın 28-də nə baş verdi dostlar? Deməli İran riyalı tarixinin minimum həddinə düşdü. Və insanlar küçələrə axışları, bunun arxasında nələr dayanırdı, bu da başqa bir məsələdir təbii ki. Və deməli Scott Bessent deyir ki, biz ölkədə dollar çatışmazlığı yaratdıq. Bu çox tez nəticə verdi. Gözləmədiyimizdən də tez nəticə verdi və istəyimizə nail olduq. Düşünürəm ki, kulminasiya dekabrda baş verdi. İranın ən böyük banklarından biri deməli özünü müflis elan etdi. İranın deməli Amerikanın təkcə odlu silahlar danışmır. İqtisadiyyatı, dolları və s. də bəli. Elə silahlardan əvvəl dollar siyasətini işə salır və öz istəyinə bir növ deməli
nail olur. İran Xürrəmşəhr 4 uzaq mənzilli raketini, deməli ballistik raketdir təbii ki, bunkerə yerləşdirib ilk dəfə Fars agentliyi deməli SİPA-ya istinadən məlumat yayır. Deməli bu Xürrəmşəhrlə bağlı detalları bildirmək istəyirəm. 2023-cü ildə təqdim edildi bu silah. Uçuş məsafəsi yenə də 2000 kilometrdir. Döyüş başlığı təqribən 1500 kiloqrama qədərdir. Buraxıldıqdan sonra İsrail sərhədlərinə çatma vaxtı cəmi 10-12 dəqiqə qiymətləndirilir. 10-12 dəqiqə. Və İsrailin baş naziri Netanyahu neynədi? Ötən gün Təhlükəsizlik Şurasının iclasını çağırdı, topladı və məsləhət, məşvərət qeyd elədi ki, İsrailin İrana qarşı çox ağır zərbə endirməyə hazırlığı var indiki vəziyyətdə. Yəni hazırlıq İrana istənilən zərbəni endirə bilərik. İran mövzusu çox genişdir dostlar. Deməli bununla bağlı çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərindən səfəri oldu. Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimi var idi Azərbaycan liderinə və həmin səfər Bakıdan Abu Dhabi Beynəlxalq Hava Limanına uçuş müddəti normal trayektoriya üzrə 2 saat yarımdan bir qədər artıqdır. 3 saata çatmır. Amma nə baş verdi? Bu, deməli, reys 6 saat davam etdi. Dostlar, deməli, xəritəni gətirdilər ekrana. Deməli, Xəzər dəniz sahilində Bakıdan tərpəndik və normalda əslində İran üzərindən keçdik və körfəzi, Fars körfəzində keçib enirdik dərhal elə sahildəki, Fars körfəzi sahilindəki Əbu Dabiyə. Amma nə baş verdi? Deməli, Azərbaycan təyyarəsi uçdu Gürcüstan üzərinə, Ermənistan da yox. Gürcüstan, oradan Türkiyəyə keçid elədik. Ötdük Misir. Misirdən sonra deməli Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi. Düşünün, uzandı xeyvar. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərini nəzərə almasaq, başlanğıc və təyinat nöqtəsini 6 ölkə oldu ortada. 6 ölkə ötəndən sonra, deməli biz nə edə bilərdik? Başqa bir alternativ nə idi? Türkmənistan, Əfqanistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri. Amma orada da Əfqanistan mövzusu var. Digər tərəfdə deməli İrandan başqa İraq, Suriya üzərində də uça bilmirdik məlum səbəblərdən. Burada nəyə diqqət çəkmək istəyirəm? Regionda baxın nə qədər qarışıqlıq var. Bəli, baş verən hadisələrin nə qədər qarışıqlığı var. Bu hadisələrə nə qədər təsir eləyir Donald Trump və Trump deyir ki, düşünürəm ki, mən cənnətə düşəcəm. Belə bir açıqlaması var. Deməli, Trumpın digər tərəfdən ortaya atdığı, çıxartdığı bitcoin məsələsi var. Bilmirəm, sizdə bitcoin varmı hansısa birinizdə? Yox. Yoxunuzdur. İnanmıram. Dədə, bu bayaq dediyimiz o köhnə kişilər söhbət elədiyi süni intellektdən biz bu ənənəvi valyuta və ənənəvi qazanclardan davam eləməyə tərəfdarıyıq. Amma ənənəvi qazancı yox, bitcoinə üst tutanların deməli bir qədər üzü gülmür bu günlərdə. Ötən gün axşam saatlarında artıq bitcoin özünün minimum qiymətinə endi, 11% azaldı, 65.400 dollar səviyyəsində endi. Bəli, müharibədən başladıq, iqtisadiyyatla bitirdik. Elə bilirəm, zəngin oldu gündəmimiz. Hər şey var idi. Olduqca zəngin idi. Sağ olun dostlar. Təşəkkürlər. Təşəkkürlər. Görüşərik. Sağ olun.